Uzun yağın üstündə bir dənə qar da yoxdur. Şaxta artıq adam gəzir və külək var. Hardasa 15-20 kilometr sürətə çata bilər. Dərilərdən keçəndə sürəti artır, amma belə yüksəklikdə 15 alar qıdırsa. Pis küləkdir, soyuq küləkdir. Dəri dağ görünmür. Görün, lənət olmuş ermənilər. Bu elimizi, obamızı nətər dağıtdı, bizləri ayrı saldı bu yurtlardan, yuvalardan. Soyuqdur, əli də lap üşüyüb. O biraz gün vurmayan yerdə durmuşdu. Ona görə mən çıxmışdım o tərəfə, Çağlar tərəfə. Orada gün vururdu biraz. Amma əli lap üşüyüb. Bu kəndimizdə. Bu videonu çəkmək mənim üçün həqiqətən gözəl, sevindirici və şərəflidir. Allah şəhidlərimizə rəhmət eləsin ki, biz bu qışın bu yanvar ayının 27-sində gəlib onların qanı bağısına aldıqları bu torpaqda ziyarət edik. Burada büyük şəhidlərimiz var, onları ziyarət elədik, oradan gəlirik. Bax, bu gördüyünüz hər bu xınalar ki var, daşları opmuş xınalar. Bax, onlar hamısı şəhidlərimizin qanı bağısınadır. Şəhidlərimizin qanı doxun olanlar. Məktəbimizə o yolla gəlib çıxırdıq, o yolla. Beləcə. Qışın belə vaxtında gəlmək məntiqli deyil. Gündüz vaxtı mənfi 2-3 dərəcə soyuq olur. Gecə də mənfi 11 dərəcə. 11 dərəcə. Dünən çıxdıq burada, ölçdük. Hələ hava proqnozunda screenshotunu eləyib saxlamışam. Ekran görünsün. İndi buradan rahatça düşək gedə inşallah. Bir xata yer buradadır. Uşaqlar da verdilər. Zincir vuraq. Burada da biraz sürüşmüşdük. Yəni gedək rahat. Mən də deyirəm əliniyə üşüyür. Mənfi 3 dərəcə bu dəqiqə soyuq var. Saat 17:04:27-si yanvar. Fikir verin, mənfi 3 dərəcə. Ona görə qardaşlar üşüymüşsünüz, üzr hesab edin. Getdik. Bu Şırnan dərəsi düşsün ki, Şırnan dərəsi tam quzey yerdir.
Ya burada cəmaət çox çətinliklə qalıb deməli Şırdanda. Bax görün indi portda da Qış Allah boyu burada şəhidlərimizə qar rəhmət olarmış. eləsin. Gör portda da nə tər soyuq olub. Orada deyirik Yox, portda güneydədir. orta. Çağlar güneydədir. Güneydə olsa da bu dərə bilsən nə tər soyuqdur. Görün o dağların daşı Sən gördün günəş orada- batandan sonra nə tər olur. Sən orada video çəkdiyin yerdə ora şey, Ora normaldır amma günəş batandan sonra deyil olmur axı. yox, güneş batandan sonra söz yox. Gecə Güneş görsən batandan sonra vaxtlar kəndin var. içində görsən güneş batandan sonra necə olur? Ay necə yatırmışlar ya. Odun zat görən qalıyırmışlar. Tam ortada bir daş var, dikkat et. Tam ortada. Düşəndə Düşəndə o o- izimdən düşəcəm ki, o daşın yəni daş var deyə baba ordadır. O bizə heç nə eləməsin yəni. Baba buna bax ya Allah bismillah. Gördün on verdi. Saxla, saxla, saxla. Bunu da çantamışım. Getməyən deyirlər, gedə-gedəyirsən, yəni yumruq qoysan təpəsinə, bir işli yerdən çıxar. Neytrala keçirib edirsən. Hə, neytralda saxlayırsan, bayağında muftada çıxmır. Bir işir də elə bətdən vursan, özü getdiyi yerdən risk çıxır. Səndən bir dəfə gedəndə şeydə Murovu yadındadır. Razdatka ilə getdik. Skors yox idi. Ha, heç çıxmırdı. Bu işləmirdi. Skors birdə də sonra işləmədi. Hayır, bu çok olunca bir işləmirdi. Apardım, 64 manat verdim, söktü, düzəltdi bunu Amma yalan. Murovun ətəyinə kimi 3-lə 3-dən Sən demə keçirmək bu olur. bilmirmişəm də, hə. Bu yumruqlayıb çıxartmalıymış sana. Giriş keçmirmiş yumruqlayanda. İndi bir işıq zadı var burada. İlişirmiş də onlar. Hə, yumruqlayıb. Bax indi elədiyim kimi mən sən. Gələndə də bu batmış da bir həm vurdum çıxdı. Şeydə Bərdə kardin xıllarının sigarı. Hə o şeylə çıxmışıq, tezəm gətir. Biraz da qasras çıxmışıq. Maşın çəkmirdi ona görə. Tamam, tamamsın çəkmir tadamışıq. Həmişə nənəm gilə bu yolla gedirdim. Artıq insan həqiqətənlər yaşlanırıq, qocalırıq. Artıq nə bilim bir vaxtlar buralarda bu yollarla nənəmgilə getdiyim yollarla indi gedirəm və mənə buralar o qədər doğma gəlir. Amma hələ bu torpaqlar qurulmağa bizim ömrümüz çatacaqmı? Bax, sual altındadır. Fikirləşirəm biz nətər eləyək gərək yaşayaq indidən. İndi də heç cür mümkün deyil. Dəhşət yoxdur. Mümkün deyil ki, burada gəlib yaşayasın. Hə, mən bu yolla nənəmgilə gedirəm. Gedim görüm, Bahar nənəm mənə nə pişirib? Yumurta qayğanaq eləyəcək. Çatan kimi. Ruhun şad olsun nənələrim, Gülgəz nənəm, Bahar nənəm, Seyitiza babam, Məhəmməd babam, əmilərim, Qüdrət əmim, Məhəmməd Əli əmim, atam ruhun şad olsun. Hamınızın yeriniz beşdə olsun. Eşadın ruhu şad olsun. Şəhid Eşadın. Gəldim. Buradan da Sadıq babamgilə ruhun şad olsun. Satdım. Orada onların evi o tərəf. Buradan belə gəlib keçirdik. Oradan Sadıq babamgilin həyətidir. Yusuf dayıgilin. Hamısının ruhu şad olsun. Bax o ora. Burada da Sadıq babanın neyse yeri vardı. Hə. Burada da o vaxtı ev damıları deyə bir şeyler olurdu.
Ev damları. Yerin altında olurdu. Bakın. Çöküb indi buralar. Altaygil'in həyəti. Altay. Ay Altay. Maşınını gətir yenə buradan uz aşağı diriyək. Gel oynayaq ay Altay. Bak ev damları. Üstü torpaq olurdu belə. Qram içine yağmırdı. Çok sərin olurdu. Bak oradan gelsen görsən bu İbrahim babamgilin yeridir. Allah hamısına rəhmət eləsin. Oradan gelsen keçsən bura keçirmişsən deməli. Sonradan oranı tikiblər. Ev damları. Yerin altında olmuştu ha deməli. Bak Altay. Gelmişəm bura. Bir saat sen çağırıram. Bak özün yoksan ama indi gör. Buradan ne tap yiyeceğim. Baba. Həməsunlar var burada. Ən qoy. Özüm tikana salmayayım. Baba. İt burnu. İt burnu. Bak yığdım. Bak oradan yiyirəm. İçinin belə qılcıqlarını tökdüm. Oldu belə. İndi yiyirəm. Burada da bir kuyu var. Altay qazıqçı gələndə mən bunları yığanda düşüm ora. Getdik. Ali. Ali. Ya eline ay yedi ya da ayla neri gizlinin pas oynuyor. Ne tabi de buram. Burnusu. İçeriden yedim. Ali. Bak gel. Nenem gelen yolla 30 ildən sonra təzdən irəliləyə Bu günümüzə şükürlər olsun. Gel. Gel. Gel xahiş edirəm. Qaranlıq düşdü. Belə pişirək. Hadi gel. Çəkdin gel. Gel gel. Gel da çəkdin bəsdir. Sən can gel getdik. Ya şu piyada gelersen oradan. Deyirəm dayanama. Gözüm qoxuduram. Qoyasan burada ayda ye. Bax dəl dağdır. Deyildi dəl dağın zirvəsi. Gör nə qədər hündürdədirsə bax o dəqiqə bilinir bax. Bak, hadi oraya güneş biraz vurur. Güneş batandan en çok. En sonra oraya batacak. Ali gel.